Bu insana təəccüblənirəm ki, bir yağ parçası ilə görür, bir ət parçası ilə söylüyür, bir sümü ilə doyur, bir dəli ilə nəfəs alır. Pisliyi əli ilə, dili ilə, könlü ilə aradan qaldırmağa çalışan, xeyirli xasiyyətləri nəfsində toplamışdır. Xalqda gördüyü pisliyi dili ilə, könlü ilə inkar edən, fəqət əli ilə pisliyə mane olmayan, xeyirli xasiyyətlərin ikisinə yapışmış, birini itirmişdir. Könlü ilə inkar edib, əli ilə, dili ilə inkar etməyənsə, 3 xasiyyətin ən ucasını itirmiş, birini əldə saxlamışdır. Xalqdan pisliyi dili ilə, könlü ilə, əli ilə inkar etməyənlər və buna çalışmayanlar isə diriyə bənzəyən ölülərdir.